Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah, eşhedü en la ilahe illallahu vahdehu la şerike leh, ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Əmmə ba'd. Kəhf surəsi 37-41-ci ayələr. Allah Teala buyurur: "Qala lehu sahibuhu ve huve yuhaviruhu ekferte billezî halaqaka min turabin thumma min nutfetin thumma sevvâke racule." Onunla söhbət edən mömin yoldaşı belə dedi: "Əvvəlcə səni atan Adəmi torpaqdan, sonra bir qətrə sudan, mənidən yaratmış, daha sonra səni adam şəklinə, insan qiyafəsinə salmış Allahı inkar mı edirsən? Lakinnə huvallahu Rabbi və la uşriku bi Rabbi əhədə." Lakin mən inanaraq deyirəm ki, Allah mənim Rəbbimdir və mən heç kəsi ona şərik qoşmaram. وَلَوْلَا إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَاءَ اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ إِنْ تَرَنِي أَنَا أَقَلَّ مِنْكَ مَالًا وَوَلَدًا. Bağına girdiğin zaman Maşallah, Allah'ın istediği kimi oldu. Qüvvət və qüdrət yalnız Allah'tandır deyəydin. Əgər məni özündən daha az mal, dövlət və evlad sahibi görürsənsə, فَعَسَى رَبِّي أَنْ يُؤْتِيَنِ خَيْرًا مِنْ جَنَّتِكَ وَيُرْسِلَ عَلَيْهَا حُسْبَانًا مِنَ السَّمَاءِ فَتُصْبِحَ صَعِيدًا زَلَقًا. Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin və sənin bağına göydən bir bəla indirsin ki, o hamar və sürüşkən, ayaq basılası mümkün olmayan, heç bir şey bitməyən qupquru bir yer olsun. Av yusbiha ma'uha gavran falan tastati'a lehu talaba. Yaxud suyu tamamilə çəkilib geçsin və bir də onu əsla axtarıb tapa bilməyəsən. Mübarəkul Rahimullah deyir ki, burada mömin kasıbın cavabı keçir. İbn Kəsir Rahimullah deyir ki, Yaqulu Teala muxbiran amma əcabəhu sahibuhu el-mu'min va'izan lehu və zaciran amma fihi minəl küfri billahi vəl-iğtirar. Allah Teala mömin yoldaşının ona verdiği cevabı xəbər verir. Ona moizə edir, nəsihət edir və Allaha küfür etməkdən, qürrələnməkdən onu çəkindirir. Və deyir ki, Əkəfərtə billəzi xalaqaka min turab. Səni torpaqdan yaradan Rəbbini mi inkar edirsən? Və hədə inkarun azimun limə vəqa fih min cuhudi Rabbihi əlləzi xalaqahu və ibtədə xalqal insani min tin və huvə Ədəm. Və bu da böyük bir inkardır. Yəni, onun tərəfindən bu baş verən, Rəbbini inkar etməsi, onu yoxdan xəlq edən və insanın yaradılışını torpaqdan başlayan, yəni Adəm əleyhissalam torpaqdan yaratmışdır, o Rəbbini inkar etməsi necə də böyükdür. ثُمَّ جَعَلَ نَسْلَهُ مِنْ سُلَالَةٍ مِنْ مَاءٍ مَهِينٍ. Sonra onun nəslini dəyərsiz damcıdan alınmış bir sudan yaratmışdır. Necə ki Allah Teala buyurur: "Keyfe tekfurun billahi ve kuntum amwatan fa ahyaakum thumma yumitukum thumma yuhyikum." Siz necə Allahı inkar edə bilərsiniz? Siz öləydiniz. Sizi diriltdi, sizə həyat verdi. Sonra sizi öldürəcək, sonra sizi yenidən dirildəcəkdir. Keyfe techadun rabbakum və dəlalətəhu aleykum zahiratun cəliyyə. Siz necə Rəbbinizi inkar edirsiniz? Və ona olan dəlalət və Allah Teala'nın
sizin üzərinizdə olan dəlaləti açıq aydındır. Kullu ahadin ya'lamuha min nefsi və hər bir kimsə bunu özündən bilir. فَإِنَّهُ مَا مِنْ أَحَدٍ مِنَ الْمَخْلُوقَاتِ إِلَّا وَيَعْلَمُ أَنَّهُ كَانَ مَعْدُومًا ثُمَّ وُجِدْ. Məxluqatdan, yaranmışlardan elə bir kimsə yoxdur ki, özünün yoxluq olduğunu bilməsin. Yoxluq idi, sonra mövcud oldu. وَلَيْسَ وُجُودُهُ مِنْ نَفْسِهِ وَلَا مُسْتَنِدًا إِلَى شَيْءٍ مِنَ الْمَخْلُوقَاتِ. Və onun var olması, mövcud olması onun özünün tərəfindən deyil. Və məxluqatdan heç bir şeyə də istinad etmir. لِأَنَّهُ بِمَثَابَتِهِ فَعُلِمَ إِسْنَادُ إِيجَادِهِ إِلَى خَالِقِهِ وَهُوَ اللّٰهِ. Və onun var olması, icad edilməsi, onu yaradana, Allaha isnad edilmişdir. La ilahe illahu, ondan başqa ibadət haqqı olan məbud yoxdur. Xaliqu kulli şey, o hər şeyin xaliqidir, yaradıcısıdır. Və lidə qal, və buna görə buyurur ki, Lakinnəhu Allahu Rabbi. Lakin o Allah mənim Rəbbimdir. Ey, ənə lə aqulu bi məqalətik. Yəni, mən sənin sözünü demirəm. Bəl a'tarifu lillahi bil vahdaniyyəti və rububiyyə. Əksinə, mən Allahın təkliyini, rububiyyətini etiraf edirəm. Və la uşriku bi rabbi əhədə və Rəbbimə heç kəsi də şərik qoşmuram. Ey bəl huvallahul mə'budu vəhdəhu la şərikə ləh. Yəni, ibadətə layiq olan tək Allahdır, onun heç bir şəriki yoxdur. Thumma qal, sonra buyurur, وَلَوْلَا إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَاءَ اللّٰهُ لَا قُوَّةَ إِلَّا بِاللّٰهِ إِنْ تَرَنِ أَنَا أَقَلَّ مِنْكَ مَالًا وَوَلَدًا. Bağına girdiğin zaman maşallah, yəni məşəallah, yəni Allah istədiyi ki oldu, istədiyi kimi oldu. Qüvvət və qüdrət yalnız Allahdandır deyəydin. Əgər məni özündən daha az mal, dövlət və evlad sahibi görürsənsə. Hədə təhdidun və həthun alə zəlik. İbn Kəsir rəhməhullah deyir ki, bu da onu bu sözləri deməyə həvəsləndirməkdir. Ey həllə idə ə'cəbətkə hinə dəxəltəhə və nazartə iləyhə hamidtallaha alə mə ən'əmə bihi aleyk və ə'təkə minəl məli vəl-vələdi mə ləm yu'tihi qayrək. Yəni, bağına girdiyin zaman, səni təəccübləndirdiyi zaman, yəni onu özündən, yəni elə bil ki, bağın bu cür əmələ gəlməsini, bar verməsini özündən gördüyün zaman, bu kimi hisslər yarandığı zaman, ona baxaraq əksinə sən Allah həmd etməliydin. Allahın sənə bəxş etdiyi nemətlərə, Allahın sənə verdiyi mal, dövlətə və evlada görə, hansı ki onu başqasına verməyib, səndən başqasına verməyib. Və qultə məşəallahu la quvvətə illə billah, sən deyəydin, məşəallah, Allah istədiyi ki oldu, Allahın istədiyi kimi oldu, güc və qüvvət yalnız Allahdandır. Və buna görə də sələflərdən biri deyir ki, mən ə'cəbəhu şey'un min halihi, əv məlihi, əv vələdihi, fəlyəqul, məşəallahu la quvvətə illə billah. Əgər bir insanı öz halı, malı və yaxud da evladı təəccübləndirərsə, yəni insan onlara baxar, öz nəfsi ilə xoşal olarsa, bu sözləri desin, məşəallahu la quvvətə illə billah, Allahın istədiyi kimi oldu, güc və qüvvət yalnız Allahdandır. Və bu fayda da bu ayədən götürülmüşdür. وَقَدْ ثَبَتَ فِي الصَّحِيحِ عَنْ أَبِي مُوسَى أَنَّ رَسُولَ اللّٰهِ sallallahu aleyhi ve sellem قال, artıq səhih hədisdə sabit olmuşdur ki, Əbu Musa radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurmuşdur, Ələ ədulluka alə kənzin min kunuzil cənnə, mən səni cənnət bağlarından birisinə yönəldimmi? La havlə və la quvvətə illə billah. Güc və qüvvət yalnız Allahdandır. Yəni bu zikir cənnətin xəzinələrindən sayılır. Hədisi Buxari rəvayət etmişdir. Və qavluhu fəəsə rabbi ən yu'tiyəni xayran min cənnətikə. Yəni burada
bu ayədə keçən, yəni 40-cı ayədə, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşını versin. Ey fiddəril axir, yəni axirət diyarında sənin bağından mənə daha yaxşını versin. Və yursilə aleyhə, və sənin bağına göydən bir bəla indirsin. Alə cənnətikə fid-dunya ləti zanantə ənəhə lə təbidə və lə təfnə, və sənin bağına hansı ki, sən zənn edirdin ki, bu yoxa çıxmayacaq, fani olmayacaq. Husbənən minəs-səmə, yəni göydən husbən, yəni indirsin. İbn Abbas və Dahhak və Qatadə və Malik Zuhridən deyirlər ki, husbən burada mənası göydən əzab indirsin. Və İbn Kəsir rahimehullah deyir ki, "Vəz-zahir ennehu matarun azimun muz'ic." Yəni zahirinə görə bu dəhşətli, narahat edici bir yağışdır. Yuqli'u zar'aha və əşcaraha. Elə bir yağış ki, onun əkinini, o bağın əkinini dibindən qopardır və ağaclarını dibindən qopardır. Və lihədə qal, və buna görə buyurur, fətusbihə sa'idən zələqa. O hamar və sürüşkən bir yer olsun. Ey bəlqan turabən əmləs. Yəni, düzənlik bir torpaq, əmləs sürüşkən. Lə yəthbutu fihi qədəm, yəni ayaq basılması mümkün olmayan. Və qal İbn Abbas kəl-curuzilləzi lə yunbitu şeyə, və heç nə bitirməyən bir torpaq kimi. Və qavlu əv yusbihə məuha qavra, yaxud suyu tamamilə çəkilib geçsin. Qavr, yəni qairan fil ard, yəni yerin dibinə geçsin. Yəni qavr sözü və huwa diddun nabi'ullazi yatlubu vechhal ard. Yəni qaynayan, yəni yerin üzərinə çıxan sözünün əksidir. Nəb'a qaynamaqdır, qara, yəni yerin dibinə getmək. Fəl-qairu yatlubu əsfələha. Yəni qavr, yəni yerin aşağısına, dibinə getməkdir. Necə ki, Mülk surəsində Allah Teala buyurur: "Qul ara'aytum in asbaha ma'ukum gawran femen ya'tikum bima'in ma'in." Bir deyin görək, əgər sizin suyunuz yerin dibinə batarsa, çəkilərsə, sizə axan suyu kim gətirəcəkdir, kim verəcəkdir? Yəni ma'in, carin və yerin üzərində axan suyu kim verəcəkdir? Və burada da həmçinin "Av yusbiha ma'uha gawran falan tastati'a lahu talaba." Yaxud suyu tamamilə çəkilib getsin və bir də onun əsla axtarıb tapa bilməyəsən. Bir də onu axtarıb tapa bilməyəsən. Deməli, qavr, qair sözünün məsdəridir. Daha, yəni bəlağətlidir. Məsdərdə gəldiyi zaman daha bəlağətli ifadə olunur. Və bu ayədə keçən "Lakinnə huvallahu Rabbi. Ənə la aqulu bimaqalətik." Lakin o mənim Rəbbimdir, mən sənin sözünü demirəm, əksinə mən Allahın təkliyini, rububiyyətini etiraf edirəm. Və fikir versəniz burada, yəni bizim qarşımızda olan Quranda "Lakinnə" əliflə yazılıb. Halbuki "lakin" sözündə əlif yoxdur. Yəni bu iki söz birləşməsindən elə bir ki, əmələ gəlir. Lakin ənə. Lakin mən deməkdir. Və həmçinin bu qiraətə dəlalət edən Ubeyin qiraətidir. Lakin ənə huvallahu Rabbi. Lakin mən, yəni mənim Rəbbim Allahdır. Rəbbim olan Allah, yəni onun təkliyini, rubiyyətini etiraf. Və hədəlləzi aleyh ammətu əhlil ilm min ashabil maani və qeyri minəl müfəssirin. Yəni Şeyx Xalid Osman Hafizallah deyir ki, yəni bu görüş üzərində elm əhlinin çoxu bunun üzərindədir. Və hədə bimənə kələm İbn Kəthir ey lakin ənə la aqulu. Yəni bu da həmçinin İbn Kəsir rahimehullahın kəlamının mənasını ifadə edir. Lakin mən sənin sözünü demirəm, əksinə Allahın təkliyini, rububiyyətini etiraf edirəm. Və burada وَلَوْلَا إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَاءَ اللّٰهُ لَا قُوَّةَ إِلَّا بِاللّٰهِ. Və yenə İbn Kəsirdən gətirir bu ayədə sən bağına girdiyin zaman "Mə şəallah la quvvətə illə billah" bu sözləri deyəydin.
buna həvəsləndirir. Həllə iz a'cəbətkə hinə dəxəltə və nazartə iləyhə. Yəni, bağa girib, onu görüb və xoşhal olduğun zaman, təəccübləndiyin zaman, yəni gərək sən bunu deyəydin, bu sözləri deyəydin. Və burada keçən vələvlə, yəni təhdir, həvəsləndirmək üçün, rəğbətləndirmək üçündür. Yəni vələvlə iki mənaya gəlir. Həm həvəsləndirmək mənasına gəlir, əgər o işləri yəni düzəltmək və geri qaytarmaq hələ mümkündürsə, bunda həvəsləndirmək mənasına gəlir. Misal olaraq, həllə ictəhəddə, həllə hafazda aləs-salavat. Yəni, kaş ki, sən çalışaydın, namazları bəlkə qoruyasan, həllə əqbəltə alə kitabillə, Allahın kitabına yönələydin. Yəni, bu kimi sözlər həvəsləndirməyi bildirir və bəzən də qınamaq mənasına keçir. Kəqavl ləvlə hafazda aləs-salah. Kaş ki, sən namazı qorumuş olaydın. Və ləvlə əqbəltə alə kitabillə və Allahın kitabına yönəlmiş olaydın. Və əhyən təkun littəbkid fil əmr lədi lə yumkin istidraku. Yəni, hansı ki, onu geri qaytarmaq olmayan məsələlərdə, hansı ki, düzəltmək mümkün deyil, artıq ötüb və onda isə yəni qınamaq mənasını verir. Necə ki, Hud surəsi 116-cı ayədə Allah Teala buyurur: "Fələvlə kana minəl qurun min qablikum ulu baqiyyətin yenhauna anil fasadi fil ard illa qalilan mimmen enceyna minhum vetteba'allezina zalamu ma utrifu fi." Sizdən əvvəlki nəsillərin ağıl və fəzilət, hünər sahibləri yer üzərində fitnə fəsad törətməyi qadağan edəydilər. Onların xilas etdiyimiz az bir qismi istisnadır. Zalimlar isə dünyanın naz nemətinə, ləzzətinə uydular və günahkar oldular. Deməli, burada artıq ötüb keçdiyinə görə onlar ölmüşdülər, həlak olmuşlar və onların qınanması üçündür. Və burada isə وَلَوْلَا اِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَاءَ اللّٰهُ لَا قُوَّةَ إِلَّا بِاللّٰهِ. Yəni, bağına girdiyin zaman sən bu sözləri deyəydin. Və buna görə sələflərdən biridir ki, mən a'cəbəhu şey'un min halihi, əv malihi, əv vələdi fəlyəqul mə şəəllah. Əgər bir insana öz halı, malı, mal dövləti və yaxud evladı xoş görsənirsə, yəni insanda təəccüb, yəni ucub yaranırsa, yəni bunların özü tərəfindən olduğunu, Allahın ona olan nemətini unudursa, özü tərəfindən olduğunu görürsə, özünün hünəri sayəsində belə bir hisslər gəlirsə, məşəallah desin, məşəallah, la quvvətə illə billah. Və sözsüz ki, yəni, belə bir yerdə bu ədəbdir, ədəbli olmağa yönəldir. İnsan, yəni hər hansı belə bir şeylər gördüyü zaman öz gücündən, taqətindən, istəyindən uzaq olmalıdır. Bima'na ennehu la yu'cab və la yaqtar. Yəni insanda ucub olmamalı. Yəni ucubun tərifində keçir ki, insan etdiyi əməlləri özündən görməsi, Allahın ona olan yardımını unutmasıdır. Və la yaqtar və qürrələnməməlidir. Əgər malından belə bir şey görür, ona bu kimi hisslər gələrsə və yaxud da gücüdür, zəkasıdır və bədən qüvvətidir və buna oxşar hər hansı bir şeydir, dərhal insan öz gücündən, taqətindən uzaq olmalıdır və etiraf etməlidir. Bütün bunlar hamısı Allahdandır. Və yəqin olaraq bilməlidir, bütün qüvvət Allaha məxsusdur və Allahın istədiyi olur və Allahın istəmədiyi olmur. Fəyəqul məşəəllah, la quvvətə illə billah və buna görə deməlidir ki, Allahın istədiyi kimi oldu, güc qüvvət Allahdandır. Yəni bu, bəziləri bunu qarışdırır, gözün dəf olunması üçün deyildir. Yəni, gözdən qorunmaq üçün deyildir. Necə ki, bəzi insanlar bunu belə zənn edir. Bu sadəcə, bu sözlər nəyə görədir? İnsan özündə olan qüruru, ucbu, təkəbbürlüyü, böyüklüyü, əzəməti dəf etmək üçün, soğuşdurmaq üçün deyilən bir sözdür. فَإِنَّ əzimmət الْأُمُورِ biyədillah. Yəni bunu deyərək, yəni etiraf edir ki, işlərin ixtiyarı Allahın əlindədir. Yəni bundan nəzərdə tutulan gözün dəf olunması deyildir. Yəni gözdən qorunmaq üçün bu sözlər deyilmir. لِأَنَّ هَذَا الرَّجُلْ لَمْ يُقَلَّهُ هَذَا مِنْ أَجْلِ أَنْ يَدْفَعَلِ. Yəni ona deyilmədi ki, yəni sən gözü dəf etmək üçün, gözdən qorunmaq üçün bunları de. Və yaxud da onun bağına üz verən göz səbəbi ilə deyildir.
Və innəmə ta'azama vəqtərrə bihədil cənnə. Və o insan, yəni bu bağına baxıb, öz bağı ilə qürrələndi, təkəbbürlük etdi və buna görə də bu cəza ona verildi. Amma gözü dəf etmək üçün, gözdən qorunmaq üçün Peyğəmbər sallallahu aleyhi və səlləm nə demək lazımsa bizə öyrədib və buyurmuşdur ki, fəl-yubərrik aleyhi, yəni ona insan belə bir şey gördüyü zaman gözdən qorunması üçün bərəkətlə dua eləsin. Yəni onun üçün bərəkətlə dua eləsin. Və buna görə də bir çox insanlar, xüsusən də avam insanlar belə bir şey gördüyü zaman və yaxud da gözdən qorxduqları zaman deyirlər ki, maşallah de, maşallah de və yaxud da maşallah la quvvətə illə billah de. Və yaxud da özü birbaşa deyir ki, maşallah la quvvətə illə billah, yəni bu gözdən qorunmaq üçün bu nəzərdə tutulmuyor və gözdən qorunmaq üçün bərəkətlə duanın olunmasıdır. Və deməlidir ki, Allah Teala'dan sənin üçün bərəkət istəyirəm. Allah Teala sənə bərəkət versin. Barakallahu ləkə, barakə aleykə, barakə fikə. Yəni bu kimi sözlər desin. Yəni bu işdə Allah sənə bərəkət versin. Yəni bununla göz dəf olunur, soğuşdurulur. Yəni insan bunları qarışdırmasın. Fəhədəl məqam leysəl məqsud bihi mə yətəalləqu bil'ayn. Bu ayədə gələn, yəni gözün dəf olunması üçün deyilmir. Və sadəcə bunlar, yəni insan özündə olan təkəbbürlüyü, qüruru dəf etməsi üçündür. Məşəallah la quvvətə illə billah, intərəni ənə əqəllə minkə mələn və vələdə. Yəni bu hala uyğun olan bir ifadədir, münasib olan. Fəasə Rabbi ən yu'tiyəni xeyran min cənnətikə. Və sonra gəlir ki, yəni ola bilsin, Allah, Rəbbim mənə sənin bağından daha xeyirlisini versin. Və burada əsə ərəb dilində, yəni ola bilsin mənasını verir. Amma Quranda isə, yəni təfsir alimlərinin dediyi budur ki, Allah Teala tərəfindən olarsa, yəni mütləq baş verəcək mənasında. Ola bilsin yox, ümid mənasında yox, arzu mənasında yox, mütləq baş verəcək mənasında işlənir. Və asə minallahi vacib. Ona görə deyilir ki, Allah Teala tərəfindən olarsa bu vacibdir. Və zəlki idə kənə sadirə minallah azə, yəni hədəl Qur'an kəlamullah. Yəni bu Qur'an Allahın kəlamıdır və Allah Teala deyəndə ki, asallahu ən yec'alə beynəku və beynəl-ləzinə adeytum məvəddə. Yəni Allah Teala sizinlə aranızda düşmənçilik olan kimsələr arasında dostluq və məhəbbət qoyacaqdır. Yəni burada ola bilsin mənasında yox, yəni ləfz olaraq ola bilsin olsa da məna olaraq yəni mütləq olacaqdır. Yəni bunun baş verməsi mütləqdir. Demək, asəl sözü Allah Teala tərəfindən olarsa vacib mənasıdır, yəni mütləq baş verəcək mənasındadır. Və həmçinin Ma'idə 52-də fəasallahu ən yətiyə bil fəthi, yəni Allah mütləq zəfər verəcəkdir. Əmməlləti zükirət min əqvalin nəs. O ki, qaldı insanların sözlərində zikr olunan, qeyd olunan əsər sözü isə yəni öz babında, yəni öz mənasında istifadə olunur. Təracci, yəni ümid etmək, arzu mənasında. Fəasə Rabbi ən yu'tiyəni xeyran min cənnətikə, ola bilsin, yəni ola bilsin mənasında, ola bilsin Rəbbim mənə sənin bağından daha xeyirlisini mənə versin. Və burada həmçinin bir fayda vardır, fayda çıxarılır. Yəni kafirin özünə şəxsi olaraq dua etməyin icazəli olması, əgər o günahkar, inkarçı, imanı inkar edən, tövhidi inkar edən birisidirsə, yəni ona bəddua edilməsinin icazəli olmasıdır. Və hədə rəcul yəqul və mə azunnu səətə qaimətən və lə rudiddu. Çünki o deyirdi ki, mən qiyamətin qopacağını güman etmirəm. Hətta qaytarılsam da mənə orada daha yaxşısı olacaqdır. Yəni iqtarra biməlihi, yəni öz malı ilə qürrələnir, təkəbbürlük edir. Təqul əsallahu azə və cəllə ən yuhlikə mələhu. Yəni insan deyə bilir ki, Allahdan istəyirəm, Allah onun malını həlak etsin. Av yuhlikə, onun özünü həlak etsin. Yəni bu kimi duanın edilməsinə burada işarə vardır. Qalə və yursilə aleyhə husbənən minəs-səmə. Demək ola bilsin, Allah Teala göydən husbən nazil edər. Necə İbn Kəsir rahmehullah deyir ki, əzəbən minəs-səmə, göydən bir əzab və daha zahir olan odur ki,
dəhşətli bir yağışdır, narahat edici, əkini və həmçinin ağacları dibindən qoparan bir yağışdır. Amma sonra Şeyx Xalid yenə deyir ki, "Əl-ləzi yəzhar vallahu təala a'lam." Ənə hədə təfsir səvan əvvəl əv thani huwa təfsir aləl-mə'na. İstəyir bu birinci və yaxud da ikinci təfsir olsun. Burada hüsbən sözünə verilən təfsir məna ilə təfsirdir. Məna ilə. Və yursil aləh hüsbənə minəs-səma, yəni burada hüsbəni əzab olaraq izah vermişlər. Lakin ləv araddə təfsirə aləl-lafz, əgər biz ləfsinə qayıdaraq təfsir vermək istəsək, fəyumkin ən yuqal innəl hüsbən minəl-hisab. Yəni hüsbən sözü hesab sözündəndir. Yəni aslu hadi lafza minəl hisab və huwa miqdarun qaddarahullah. Nə deməkdir hüsbən, hesab? Yəni Allah Taala'nın təqdir etdiyi bir miqdar. Miqdar, yəni hədə yərci ilə hesabə, bu da həmən hesaba qayıdır. Miqdarun qaddarahullahu aleyh. Yəni Allahın təqdir etdiyi bir şey baş verəcəkdir. Və vəqa fi hisabi subhanə. Hüsbənə şeyən məhsuban yənzilu aleyhə fətusbihə bihədil məsəbə. Yəni Allahın təqdir etdiyi bir şey, yəni ona üz verəcəkdir və bu hala düşəcəkdir. Saidən zələqa. Said yəni düzənlikdir. Zələqa sürüşkən bir yer. Bəlqan leysə fiyhə şey fəhədə aslu hədil məddə əv təfsiru alə lafz əmmə mə zükirə min ənəhu'l əzab əv ənəhu'l matal azim fəhədə təfsiru alə mə'na. Deməli, ləfzinə görə mənası hüsbən sözü, yəni Allah Taala'nın təqdir etdiyi bir miqdar hesab mənasını verir, amma məna ilə onun izahı və təfsiri isə əzab mənası və yaxud da şiddətli bir yağış mənasını da verə bilir. Yəni hədə şey müqəddər əzab. Yəni bu təqdir olmuş bu şey əzabdır. İstəyir yağış olsun və yaxud da qeyrisi olsun. Vəl-ləzi cəaləl hafiz ibn Kəthir rahimehullah yədkuru xüsusal matal azim ənə hədə bil-adə huvə afətiz zər. Yəni İbn Kəsir rahimehullahı, yəni bu kimi təfsir verməyə bir növ vadar edən nədir? Hüsbənə minəs-səmə deyildiyi zaman, yəni orada əzabdır və yaxud yağışdır. Çünki adətən əkini məhv edən, həlak edən şiddətli yağış olur. Hansı ki o ağacları da, əkini də dibindən qopardır və meyvələri məhv edir, tələf edir. Fətusbihə saidən zələqa və sonra keçən o düzən bir yer olacaq və sürüşkən bir yer olacaq, ayaq basması mümkün olmayacaqdır. Və İbn Kəsir təfsirə gətirir ki, turabən əmləs minəl inzilaq tənzəliqu fil aqdam. Yəni sürüşkən bir torpaq, hansı ki orada ayaq basmaq mümkün deyil, ayaqlar sürüşür. Deməli, bu sözün zahir və yursil aleyh hüsbən hədə leysə fil axirə. Bu ahirətə aid deyil. Yəni Allah Teala onun üzərinə bir hüsbən göndərəcək, əzab göndərəcək. Baxmayaraq ki, o ləfz onu ehtimal edir. Fərracul yəqul və leyn rudittu ilə rabbi lə əcidənnə xeyran minhə munqaləbə. Çünki o deyirdi ki, əgər mən yenə Rəbbimə qaytarılsam, daha xeyirlisini orada tapacağam. Fəqalə ləhu əsə rabbi ən yu'tin xeyran min cənnətikə. Və mömin də deyir ki, ola bilsin Allah Teala sənin bağından daha xeyirlisini mənə versin. Yuhtəmələ ən yəkunə fil axirə bi'tibənə dəlikə zikrul ədəkərəl axirə. Yəni ehtimal vardır ki, yəni bu axirətə də aid olsun. Yəni axirətdə versin və yaxud da yəni dünyada ikən sənin bağından da daha xeyirlisini versin. Ənə dəlikə fiddə. Amma belə zahirinə baxsaq, yəni bu dünyaya aiddir. Yəni, ola bilsin, Allah Rəbbim mənə sənin bağından daha xeyirlini versin, yəni dünyada. Çünki birbaşa nə gəldi ardınca və sənin bağına isə əzab göndərsin. Hədə intəqasa və vəhtəqara və stəzqara lənnəu lə yəmlikü mitlə hədilcən. Yəni, o kafir olan mömini aşağı görür, aşağılayır, naqis görür. Çünki belə bir bağa malik olmadığı üçün və bu sözlərini deyir və mömin də ona qayıdaraq deyir ki, Əsə Rabbiyyən yu'tiyəni xayra. Yəni, ola bilsin, Rəbbim daha xeyirlisini mənə versin. Yubəddül hal minəl ciməli. Hal iki tərəfdən dəyişilir. Min cihəti və min cihətikə əntə. Həm mənim tərəfimdən, həm də sənin tərəfindən. Mənə daha xeyirlisi verirlər, ola bilsin və sənin bağını da bu dünyada əzab gələr. Vəqad vəqa hədə bu artıq yəni baş vermişdir. Yəni elm əhlindən, sələflərdən də ellər vardır ki, deyirlər ki, yəni bu Allah Teala'nın misal çəkdiyi bir misaldır.
Və la yəni dəlikə ənəhu vaqad hədil qadiyyə. Yəni bu o demək deyil ki, bu hadisə artıq baş vermişdir. Və la yaqsiduna hada fi kullil əmsal. Yəni bütün Quranın misallarında bunun baş verməsi nəzərdə tutulmur və sadəcə yəni yaxınlaşdırmaq üçün insanın beyninə, zehninə, qavramasına yaxınlaşdırmaq üçün çəkilən bir misaldır. Və minhum men yaqul innallah daraba məsələn yubeyn hadil haqiqa bi məsəl rəculeyn. Və bəziləri isə deyir ki, Allah Teala bu misalı çəkmişdir ki, həqiqəti bəyan etmək üçün. Bu iki kişinin misalını çəkmişdir. Və axar yəqulun bəl hədə şeyin vaqi'un haqiqatan və bəziləri isə deyir ki, bu isə həqiqətən baş vermiş bir hadisədir və daha yaxın olan da budur. Daha yaxın olan budur, baş vermiş bir hadisədir və zahir olan, ortaya çıxan da budur. Çünki onların arasında olan bu mübahisədən. Qalə ləhu sahibu və huvə yuhaviruhu əkəfartə billəzi xalaqaka min turabin thumma min nutfə. Çünki yoldaşı onunla mübahisə edərək deyir ki, səni torpaqdan sonra nütfədən yaradan Rəbbini inkar mı edirsən? فَمِثْلَ هَذَا يَدُلْ عَلَى ظَاهِرِهِ عَلَى أَنَّهُ هَذَا قَدْ وَقَى. Yəni bu kimi şeylər zahirinə götürülür, zahirinə dəvat edir, yəni artıq baş vermişdir. وَلَيْسَتْ مَقْصُدْ بِهِ مُجَرَّدُ التَّمْثِيلِ. Və bundan nəzərdə tutulan sadəcə misalın çəkilməsi deyildir. وَلَوْلَا أَنَّ بَعْضَ السَّلَفْ ذَكَرُوا هَذَا لَمْ أَذْكُرْهُ. Yəni sələflər bu görüşləri zikr etməsəydi, mən də Şeyx buyurur ki, Xalid Osman, mən də zikr etməzdim. Amma daha yaxın olan odur ki, yəni bu hadisənin baş verməsi, artıq bu hadisə baş vermişdir və sözsüz bunun özündə də böyük ibrətlər vardır. İbrət alan üçün. Bununla kifayətlənir. Allah təşrif aydınlarsın. Və sallallahu aleyhi Muhammed və alihi və sahbihi və səlləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.